Sual 55. Səyyah A nöqtəsindən 0 azimutla 6660 km, sonra isə 270 azimutla 5124 km getdi. Səyyahın çatacağı nöqtənin coğrafi koordinatlarını və həmin nöqtə ilə A nöqtəsi arasındakı yerli vaxt fərqini müəyyən edin. Demək, 0 azimutla 6660 km, 0 azimutla demək şimala gedib, ilk növbədə neçə dərəcə getdiyini tapaq. 6660-ı bölürük. 1 dərəcə meridian qoşmusunuz onunla, yəni meridian üzərindən gedib, bölür 111-ə, edir 60 dərəcə. 60 dərəcə A nöqtəsindən 0 azimutla, yəni şimala doğru hərəkət edib, yəni buradan gəldi 20 dərəcə, daha sonra 40 dərəcə, gəldi çatdı bura. Daha sonra 5124 km 270 azimutla, 270 azimut birləşir şərqədir, yəni 5124-ü 5124-ü bölürük. Yenə 40 dərəcə paralelimizin 1 dərəcə qosun uzunluğuna, yəni 85.4-ə edir 60 dərəcə. 60 dərəcə. 60 dərəcədə 270 azimutla, yəni 30 Qrimviçə qədər, 30 da Qrimviçlə qərbə, yəni çatıb 30 qərb uzunluğuna. Bizdən soruşur hansı koordinatlar? 40 şimal eniliyi, şimal və 30 qərb uzunluğu. 0-dan qərbə keçdi, 30 qərb uzunluğu. Daha sonra soruşur ki, yerli vaxt fərqini müəyyən edin. A nöqtəsi ilə hər hansı bunun B nöqtəsi qəbul edək. B nöqtəsi arasındakı dərəcə fərqi 30, burada 30 da Qrimviçdən qərbdə. 60 dərəcə fərq var, 60 dərəcə. 60 dərəcəni də saata çevirəndə bilirik ki, 1 saat 15 dərəcədir. 60-ı bölürük 15-ə, edir 4 saat. Cavab 40 şimal, 30 qərb, 4 saat. Cavab A variantı. Daha sonra keçək 56-cı suala. Ekvator üzərində olan A məntəqəsi 110 şərq uzunluğunda. Hər hansı bir xətt çəkirik, ekvator xətti olsun, bu bizim Qrimviçimiz olsun. A məntəqəsi 110 şərq uzunluğunda. A məntəqəsi yerləşir burada. A məntəqəsi 110 dərəcə şərq. Daha sonra A məntəqəsindən B məntəqəsi isə A məntəqəsindən 3996 km şərqdə. Şərqdə deyirsə yerləşir. Bu hissədə B məntəqəsi 3996-nı çevirək dərəcəyə. Ekvatorun üzərindədir. Bölürük 111-ə. Edir 36 dərəcə. Demək, 36 dərəcə A məntəqəsindən şərqdədir. 110-un üzərinə gəlirik. 36-nı edir 146 dərəcə şərq uzunluğu. Daha sonra C məntəqəsi isə A məntəqəsindən deyir 8991 km qərbdə. Yəni yerləşir bu hissələrdə. 8991-i 91-i bölürük. Yenə eyni qayda ekvatorun üzərində olduğuna görə 111-ə edir 81 dərəcə. 110-dan çıxırıq 81-i edir 29 dərəcə. Daha sonra bizdən soruşur ki, B və C məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını müəyyən edin. 146-nı bölürük 15-ə. 9.5-dən yuxarı edədiyinə görə edir 10-cu saat qurşağı. 150-ni 15-ə bölürük 10-cu saat qurşağı. 150-yə daha yaxındır. 29-u da bölürük eyni qaydada 15-ə. Düşür təxmini 2 saat qurşağı. Cavab Y variantı.